Ben isterdim bizim bu dövlət, bu din xadimləridir bizim dövlətdə. Bunlara bilmirəm müraciət kimi necə bir onlara çatsın bir fikirlər, düzgün bir cəmaata məlumat buraxsınlar. Elə hər oxumaq deyil, götürüb oxuyursan o kitabı, hansı ki ərəbə yazılıb da o. Onun ağıl olmayıb da, ağılsız insana yazıblar da onu. Yeritmək deyil, belə yeridirsiz, hə, bütün müsəlman dünyası bilər, heç bilmirsiniz müsəlman dünya nədir. Mən qabaq özüm bilmirdim, sonra biləndən sonra ki, nədir, ona görə deyirəm, öyrənin əvvəlcə. Nəyi olar, nəyi necə olar. Siz elə adama ağıl verilir, o hər adama aid deyil. Siz indi bugün deməyim nədir, gedirsən bir yerə, baxırsan ki, 3 nəfər dayanan nə olubdur burada, namaz qılır, ya orucuna gedib açsan. Hər şey Tanrı qəbul edir, amma iş vaxtı, işləyən vaxt, işləyən adam oruc, başa düşmürlər bunu. Nədir oruc, nə deməkdir bilirsiniz? Nəyə görə onu Tanrı verir? Kimə lazımdır o? Kim onu eləməlidir? Siz niyə demirsiniz? Bu insan gedir işə, işləyir, ürəyi bulanır, yıxılır, deyir Tanrının yolunda öləcək, cənnətə düşəcək. Bu nədir bu? Gedib bu Məkkəyə gedirlər, oruc fırlanırlar, hac olurlar. Hacını da bir başa salmayıb ki, hac olmaq burada da olarsa. Oraya niyə girirsən? Hacı burada da olmaq olar. Müqəddəs torpaq hər yanda müqəddəsdir. İnsan öz evində yaşayır, müqəddəs yer öz evidir. Görürsünüz, istidən, qardan, borandan sənin öz evin səni qoruyur. Ay insan, su var ha, bu su. Gidib içmirsən, müqəddəs su da, olmasa ölərsən. Müqəddəs su axtarır. Bu Tanrı bilmir ki, bu qədər insan bu qədər səfeh olar. Tanrının özü də peşman olub ki, belə icad edib, belə insanı ki, bu insan bugün belə nə fikirləşir? Hələ bir sağlam düşüncəniz olsun. Orucu işləyən adama düzgün deyil, işləyən adamlar tutmaq olmaz bunu. Onu mən sizə yenə də deyim, bir eksperiment kimi, bunu eksperiment eləmişəm, ona görə deyirəm. Ay insanlar, o bir şey ki, mən keçirtmişəm başqa ölkədə. Eksperiment özüm o təcrübə aparmışam da demək olar ki. Necə? Əgər istəyirsən Tanrının qarşısında bir təmiz olasan, düz olasan, günahın varsa olmayacaqsan. Günah elə yumurlar, acı toxu tanımaq üçün, nə bilim, mədə təmizləmək üçün, sağlamlığı ondan 30 gündən olmuyor qardaşım. Arıqlamaqdır, nə piy yığıb da, bunları eşidib, nə qədər siz elə bilirsiniz ki, elə o oxudun, onu kimə görədir? Bilirsiniz nəyə görədir? Mən yenə də deyirəm, istəmirəm, vaxtım yoxdur açıqlamaya, nəyə görə o Tanrı kimə aiddir 30 gün? Sonra da bayram edirlər. Nəyə sevinirsiniz, nəyə bayram edirsiniz? Ac qaldı, 10 saat, 15 saat ac qalır, sonra get 10 saatı ye. Ayıbdır. Xəstəyə döndərib sizi hamını. 7 gün mən özüm necə elədim? Otaqdır, bir otaq götürürsən, nə televiziya olmalı, nə arvad, uşaq, heç kəs, qapanırsan. Özünü salırsan türməyə, yəni ev türməsidir. Bir dənə ayaq yoludur, getdin, gəldin. Vəssalam, heç nəyi görmürsən. Bir də kitab varsa, kitab. Uzandın, yəni gəzmək, hərəkət eləmək biraz çətin olur. Nəyə görə deyirəm? Yarım litr 500 qram, yəni yarım litr su. 300 qram, 250 qram, 300 qram qara çörək.
Kim istəyər indi ağ çörək, amma qara çörək. Mən 250 qram qara çörək, yarım litr su. 7 gündə 24 saatin içində yarım litr su, 250 qram qara çörək. Sadəcə içirdim, biraz yedim. 50 qram çörək yedim, su içdim, uzandım. Kitab oxuyuram, yatıram. Günorta, səhər, axşam 250 qram qara çörək, yarım litr su. 7 gün. Qardaş, mən 7 kilo, bilmirəm, bəlkə də çox 7 kilo, gündə 1 kilo bəlkə də arıqlayırdım. Hələ məndə heç nə yox idi ha. Mən eksperiment üçün olmuşdum. Bəlkə də 7 gün. Kim istəyir arıqlamaq, kim istəyir xəstəliyini götürsün, kim istəyir əsl oruç tutmaq, o deyirsən, ac qalmaq. Bax budur. Yoxsa buradan 15 saat qaldın, getdin oradan səbzi plov, şirin plov bassın. O pilo yeyənlər gedib kitabı açır, oxuyur, pilonu basır. Bu nədir bu? Bu oruçdur. 15 saat ac qalır, 10 saatı yeyinəm. Siz nə, kimə, belə millətə, yaxşı, bu ağlı da verib də, ağlı indi kitabı yazıb kimə görə? O deməkdir ki, dəli olmalısan. Namaz qılırsan, iş vaxtı, gözləyirlər, deyir namazını qutarsan. Axı bu tələsirsən, axı o bir insana zərbə vurursan. Olmaz axı. O da gecikir, nəsə alır. Evdə elə günəm də namaz. Axşam gəldin, 5 dəfə kim üçündür bilirsiniz? 5 dəfə namaz qılmağı ki yazıblar, o sənə aid deyil, ay qardaş, sizə deyil. Mən yenə deyirəm, hələ açıqlamıram. Onu açıqlamağa bir vaxt lazımdır, bir neçə saat lazımdır deyəm. Belə başa düşməyəsiniz. Kim üçündür, nəyə görədir? O bir cəzadır, bilirsiniz ya yox. Oruç tutmaqdır Tanrı yolunda və bu namazdır, o yasdır, 40 günlər saxlayır. Bütün bu cəzalardır. İnsanlar, hansı insana aiddir, hansı insanda insan olmayıb və orucu da tutur insan olmur. Haca da gedir insan olmur. Namazda qalır insan olmur. Yəni bax bu qədər. Mən yenə də deyirəm, istəyirsən sağlam olasan, istəyirsən aclığı biləsən, toxu biləsən, istəyirsən insanlığı biləsən, başa düşəsən, istəyirsən arıqlamaq. 7 gün bəsdir. Qara çörək su, 250 qram qara çörək, yarım litr su. Bir kitab, kravatda uzan yat, heç kəsi görmə, televizora baxma. Adam görmə, arvad uşaq görmə. 7 gündür də bu nədir bu 7 gün? Sənin o bir ay yoxu, bir illiyə kifayətdir. O 7 günü sən tutsan. 7 günü bilsən, sənə bir 5 ildən bir elə günən. Hər il məcbur deyil. 250 qram qara çörək və yarım litr su, otaq, heç nə olmaz. Bir də yataq olsun, uzan, bir də kitab olsun, oxuyasan da, oxuyub yuxuya gedərsən. Yəni durub, məsəl üçün, bir iş görməzsə pis eləyə bilərsən. Bax ona. Və həm təmizlənirsən, həm acı da bildin, toxu da bildin, insanlığı da bildin, Tanrının yolunda da əla. Tanrı bunu qəbul eləyəcək. Ona görə mən o eksperiment eləmişəm, bax belə. Bax bu qədər istədim deyəm də, bu cəmaət gedir, bilmir, ac qalır, işləyir, yıxılır, pisdir, deyir, Tanrının yolunda ölsə cənnətə düşəcək. Nə bilim, getdi orada hacı oldu, 3000 adam qırıldı orada hacıya gedəndə, o şeytana daşı atmaqda ölürlər, deyir, cənnətə düşür. Belə oyunlardan əl çəkin. Tanrını aldada bilmərsən.
bilinmir cənnətə. Hələ bir görün, hələ siz o cəhənnəmə bir düşə bilirsiniz. Cəhənnəmə düşməyi düşünün. Cəhənnəmdən də betəri var. Siz elə yalvarın ki, cəhənnəmə düşəsiniz, cənnətə düşün. Onu aldadır, bunu aldadır, onu söyür, bunu söyür, ac qalır, susuz qalır, gedir pis yola. Görürsünüz ərəblər nə ilə məşğuldur. Qızların başına nə onu gətirirlər ki, adam da gedib onun dilində oxuya, türk dilində oxuyun. Çeçen dilində, ləzgi dilində. Hər öz dilində oxusun ki, sən o ərəb dilində oxusan, ərəb gör neynir qızlara. Dəvə ilə deyir get yat yenə, nə bilim, tualetdəki oturulan o bədəndən çıxanı ye yenə. Nə bilim, sidik hissəsində çimizdirirlər. Eşşəklə sevişməyə məcbur edirlər qızları. Bu ərəblə siz bunların hələ durub dilində danışmaq, onlarla münasibətə, onların ölkəsinə gedirsiniz. Belə siz mənniyiz yoxdur, bugün ərəb ölkələrinə gedirsiniz. Mənniyiz yoxdur, ərəblərlə durub danışırsınız, ərəb dilində danışırsınız. Amma bu dərəcədə bu bundarçılığı bu adamla oturub durmaq olar. Bu uzaq dururlar, onlar adam olmayıb. Tanrı onları cəzalandırıb, siz gedib onların üzüylə. Belə şey, bu ağlı haçan gələsiniz. Bu qədər.